Məsələdə deyir ki, 4 qardaşdır. Həmin qardaşlar öz telefon saatlarından başqa digərlərini götürüblər. Özlərinkini götürməyiblər, başqa qardaşların telefon və saatlarını götürüblər. Burada 2 parametr var: telefon və saat. Ona görə də sağ və sol tərəfdə nə edirdik dedik, cədvəldə qururuq. Bu formada qurandan sonra baxırıq. Deyir ki, məsələn, Fuad deyək. Fuad nə edib? Öz telefon və saatını götürməyib. Digər qardaşlar kimsə onlardan birinin telefon və saatını götürüb. Ona görə Fuadın qarşısında, bu Fuad T üçün, Fuad S üçün minusları düzürük. Musa üçün də eyni qaydada. Musa S, Musa T. Səlim üçün də minusları qoyaq və Nail. Burada mən adını yazmamışam. Nail minus, burada da minus. Bizə bir dənə dəqiq məlum olan burada kimdir səncə? Məsələdə. Kim məlumdur bizə? Səlim Nailin telefonunu götürüb. Səlim Nailin telefonunu götürüb. Hardadır Səlim? Burada. Nailin telefonu üçün nə edəcəyik? Plus qoyacağıq. Demək Nailin telefonu tapıldı. Kim götürüb? Ona görə burada nə edirdik? Minus qoyurduq. Səlim də məlumdur artıq. Nailin telefonunu götürüb. Səlimin də qarşısına minusları qoyuruq. Bu belə. İndi baxırıq. Birinci cümləyə deyir ki, bir qardaşın telefonunu Fuad, saatını Musa götürür. Deyək ki, Nailin telefonunu, deyək ki, əgər Fuad götürsəydi Nailin telefonunu, onda Nailin saatını da Musa götürməli idi. Amma bizdə Nailin telefonunu kim götürüb? Səlim götürüb. Səlim götürüb. Hə. Onda Nailin saatını Musa götürə bilər? Xeyr. Nəyə görə? Onda telefonunu Fuad götürüb. Fuad götürməli idi. Ona görə Nailin saatı üçün Musaya minus qoyuruq. Sonra nə var orada? İndi baxaq, Fuadın saatını götürən qardaş Musanın telefonunu götürüb. Musanın telefonunu kim götürüb? Baxaq. Bax, Musanın telefonuna baxırıq. Musa üçün minus qoymuşuq, düzdür? Bu da deyir ki, Fuadın saatını götürən kimdirsə, Musanın telefonunu götürüb. Yəni eyni adamdır. Eyni adam Fuadın saatını və Musanın telefonunu götürməlidir. Bizdə də Musanın telefonunu bax, Musa götürə bilməz. Düzdürmü? Ona görə Fuadın saatını götürə bilər o, Musa. Xeyr. Aha, burada onda nə yazacağıq Fuadın saatı üçün minus. Bax, gördün, artıq bizdə bir dənə Musa üçün bir dənə boşluq yarandı. Ona görə yəni belə çıxır ki, Səlimin saatını Musa götürübdür. Bunları da minus qoyuruq. Burada sadəcə bax bu 3 dənə deməli, indi bir də təzədən analiz edirik. Eyni bir qardaşın telefonunu Fuad götürüb, saatını Musa götürübdür. Həmişə burada veriləndə adlar. Məsəl üçün burada kimin adları var? Fuadla Musanın adı var. Biz burada axtar. Fuadla Musaya aid hansı məlumatlar sənə məlumdur? Onda mən Fuad Musanın telefonunu götürüb, Musa da Fuadın saatını. Yəni əksinə oldu. Bir dəqiqə bax. Saatını Musa götürüb. Musa kimin saatını götürüb? Səlimin. Bu nə deyir? Eyni qardaşın saatını Musa götürüb. Yəni Səlimin saatını mən bilirəm ki, Musa götürüb. Deməli Səlimin telefonunu da kim götürmüş oldu? Fuad götürüb. Fuad, aydındır. Deməli Fuad üçün Səlimin telefonuna plus qoyuruq. Minusları qoyuruq. Sonra bax, burada görsən yenə Musa üçün məlum oldu. Musa Fuadın telefonu. Aha. Və Nail üçün də məlumdur. Musanın telefonu. Bizdən də Naili soruşur. Nail kimin telefonunu götürüb, kimin saatını götürüb. İndi keçək. Bu telefonlar məlum oldu kimlər götürüb. Keçək saat tərəfə. Yenə də təzədən baxırsan. Adlara əsas diqqət elə burada. Fuadın saatını götürən qardaş Musanın telefonunu götürüb. Onda Nail Fuadın saatını götürüb. Sonra Nail Fuadın saatını götürübdür. Məsələn. Bizdən də Naili soruşur. Kimin telefonunu, kimin saatını götürüb. Musanın telefonunu götürüb. Fuadın saatını. Y variantı olacaq cavab.